Abituriyentin elektron ərizəsinin doldurulma və təsdiq olunma qaydası. Ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq üçün sənəd qəbuluna start verildi. Sənəd qəbulu həm cari, həm də əvvəlki illərin məzunları üçün martın 5-nədək aparılır. Sənəd qəbulunda iştirak etmək istəyən abituriyent şəxsi kabinetinin istifadəçi adı və şifrindən istifadə etməklə Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilmiş abituriyentin elektron ərizəsinə daxil olmalıdır. Şəxsi kabineti olmayan abituriyent mərkəzin saytında şəxsi kabinet bölməsinə daxil olub kabinet yarada bilər. Şəxsi kabinet yaratdıqdan sonra abituriyentin elektron ərizəsi pəncərəsinə daxil olmaq lazımdır. Açılan səhifədə abituriyentlər üçün zəruri məlumatlara keçid yerləşdirilib. Abituriyent elektron ərizəni doldurmaq və təsdiq etmək üçün abituriyentlər üçün girişə daxil olur. Daha sonra şəxsi kabinetin istifadəçi adını, yəni şəxsiyyət vəsiqəsinin fin kodunu, növbəti hissədə isə şəxsi kabinetin şifrini yazıb sistemə daxil olur. Burada ərizənin abituriyentin özü tərəfindən yoxsa sənəd qəbulu komissiyasında təsdiq olunacağı barədə bildiriş göstərilir. Abituriyent müvafiq seçimlərini etmək üçün elektron ərizə hissəsinə daxil olur. Burada ali təhsil müəssisələrinin və ya tam orta təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək istədiyini qeyd edir. Abituriyent hər iki seçimi də edə bilər. Orta məktəbi bu il bitirən abituriyentin ali təhsil müəssisələrinin və kolleclərin müsabiqəsində iştirak edəcəyi bölmə və xarici dil buraxılış imtahanındakı ilə eynidirsə, bu hissədə hər hansı dəyişiklik etmir. Fərqli bölmə və ya xarici dil üzrə müsabiqədə iştirak etmək istəyən abituriyent isə müvafiq seçimlərini edir. Əvvəlki illərin məzunları isə imtahan verəcəyi dil və xarici dili özləri seçirlər. Seçimlər edildikdən sonra elektron ərizəni yadda saxla və elektron ərizəni təsdiq et düyməsinə basılır. Açılan pəncərədə seçimlərə uyğun olaraq ödənişin məbləği və razıyam, elektron ərizəni təsdiq et düyməsi göstərilir. Həmin düyməyə basmaqla ərizə təsdiq olunur. Elektron ərizəni təsdiq etməmişdən əvvəl seçimlərin düzgünlüyünü bir daha yoxlayın. Ərizə təsdiq olunduqdan sonra onun təsdiq olunma tarixi ekranda əks olunur. Abituriyentlərə elektron ərizəni çap et düyməsinə basaraq təsdiq edilmiş ərizəni çap etmək və ya yadda saxlamaq tövsiyə olunur. Ərizəni təsdiq etmək üçün ödəniş etməli olan abituriyentlər şəxsi kabinetin ödəniş üsulları bölməsində qeyd olunan üsullardan istifadə edərək şəxsi kabinetlərinə müvafiq məbləği əlavə edə bilərlər.